Məntiqi təfəkkürlü insanlar. Məntiqi təfəkkürlü deyil, yox. Öz-özünə sual verənlər kimlər idi? Deyirdim ki, mən bu kitabı niyə yaradıram, necə yaradıram, kimləri istifadə edəcək. Bəli, yaradıcı təfəkkürlü insanlar idi. Bəs başqasına sual verənlər, başqalarına sual verənlər Tənqidi. Tənqidi təfəkkürlü insanlar idi, bəli. Daha sonra deyirəm ki, internetdən Nizami Gəncəvi haqqında araşdırma et. Araşdırma et. Bu hansı təfəkkürə aiddir? Təfəkkür. Təfəkkür olaraq araşdırma edirsənsə də bir dəqiqə müəllimə yaradıcı deyil. Gözlə bir dəqiqə. Mən burada məntiqi təfəkkürdür. Məntiqi təfəkkürdür, bəli. Problemi sistemli şəkildə həll edirdi. Hansı təfəkkürlü insanlar? Sistemli şəkildə həll edən tənqididir, sistemli tənqididir. Nuray Nizami Gəncəvinin şeirinə musiqi əlavə edərək mahnı hazırlayır. Təfəkkür olaraq. Təfəkkür olaraq burada bir dəqiqə deyəcəm müəllimə. Yaradıcı. Yaradıcı təfəkkürdür, bəli, yaradıcı təfəkkürdür. Daha sonra bəs bu divergent düşüncəmiz vardı bizim. Divergent düşüncə formamız vardı. Bəli. Bu hansı təfəkkürün hansı təfəkkür növü ilə bir əlaqəli idi? Hansı təfəkkür növü ilə formalaşırdı o zaman şagirdlər? Dahilər, yaradıcılarla müəllimə. Bəli, yaradıcı təfəkkürdə formalaşırdı. Yaxşı. Təxminə. Gedir telefonda nə edir? Deməli, şəkildir, musiqidir. Bunları bir araya gətirərək bir video slayt hazırlayır. Səndə hansı kompetensiya var? Deməli, bir dəqiqə dur. Bir neçə şey birləşdirirəmsə, müəllimə kompetensiya olaraq bir dəqiqə var başıma qatma. Kompetensiya. Kompetensiya olaraq bir dəqiqə müəllimə şeydir, rəqəmsaldır. Tez cavab ver. Bəli, rəqəmsaldır. Şagird İmranı səhvsiz yazır. Hansı kompetensiya var şagirddə? Savadlılıq. Savadlıqdır, bəli. Şagird fikirlərini aydın çatdırır. Hansı kompetensiya var şagirddə? Fikirlərini aydın çatdırırsa da müəllimə bir dəqiqə fikirlərini aydın çatdırır. Elə burada da savadlılıqdır da müəllimə. Bəli, savadlıq kompetensiyasıdır. Deməli, tarix dərsində deyirəm ki, Azərbaycanın paytaxtı hara olub keçmiş zamanlarda, o zamanlar? Şagirdinə bir ayağa qalxır, deyir. Həmin şagirddə hansı kompetensiya var? Mədəni məlumatlıdır. Mədəniyyət haqqında məlumatlı oldu, yoxsa tariximiz haqqında? Yox, bağışlayın, müəllimə şeydir, bu fəal. O tariximiz haqqında olan vətəndaşlıq, fəal düşüncə vətəndaşlıq odur da. Fəal düşüncə yox, fəal vətəndaşlıq olur. Fəal vətəndaşlıq. Yaxşı. De görüm. Deməli, şagirdlər qaydalara əməl edir. Şagirdlərdə hansı kompetensiya var? Qaydalara əməl edir. Qaydalara əməl edirsə də bir dəqiqə müəllimə burada qaydalara əməl edirsə də elə burada da şeydir də riyazi niyə olur ki? Qaydaya əməl etmək hansı kompetensiyamızda idi? Qaydalara əməl etmək. Qaydalara əməl etmək. Sahibkarlıq. Sahibkarlıqla bunun nə əlaqəsi var? Gəlir var, burada pul qazanırlar, nə edirlər? Bu olur şəxsi sosial öyrənməyi öyrənmək. Qaydalara əməl edir də şagirdlər. Bəli, qaydalara yadıma düşdü müəllimə. Problemi sadə yolla həll edənlər hansı təfəkkürlü insanlar oldu? Məntiqi təfəkkürlü insanlar. Deyirəm, isimin neçə halı var? İdrak olaraq hansı mərhələyə aid idi? İsimin neçə halı var? Mən burada xatırlamaqdır. Xatırlamaqdır, bəli. Bəs biri olaraq nə olacaq? Faktoloji bilikdir. Faktoloji bilikdir. Yaxşı.
Problemi fərqli yolla həll edənlər hansı təfəkkürlü insanlar idi? Fərqli yolla həll edənlər. Bir dəqiqə müəllimə, problemi fərqli yolla həll edənlər. Salam müəllimə, axşamınız xeyir, necəsiz? Axşamınız xeyir, axşamınız xeyir. Fərqli yolla həll edənlər problemi. Məntiqi tənqidi yoxsa yaradıcı? Yaradıcı təfəkkürlüdür də, bəli. Hə, yaradıcıdır. Yaradıcı təfəkkürlüdür. Yaxşı. Qarşısındakı insanı başa düşür. Hansı kompetensiya var həmin şagirddə? Şəxsi, sosial öyrənmək. Yaxşı. Başqa dillərdə formal, qeyri-formal öyrənmək başqa dilləri. Çox dil bilmək. Çox dil bilməkdir. Şagirdə mövzunu izah edirəm. Sinifdəyəm, dərsi izah edirəm. Şagird başa düşmür. Açıram bir video slayt göstərirəm, şəkillər göstərirəm. Ondan sonra başa düşür. Şagirddə hansı düşünmə forması var? Qeyri-verbal. Qeyri-verbaldır. Bəli, qeyri-verbaldır. Tarladan süfrəyədək prosesi hansı düşünməyə əsaslanırdı? Sistemli. Sistemi niyə olur ki? Tarladan süfrəyədək. Necə olurdu? Əkirdik, biçirdik. Ardıcıl bağışlayın müəllimə. Ardıcıl düşünmədir. Bəli, ardıcıl düşünmədir. Yaxşı, bir sualıma da cavab ver. Deyirdik ki, cəmiyyət üçün faydalı addımlar atmaq hansı kompetensiyadaydı? Cəmiyyət üçün faydalı addımlar atmaq. Burada adları biraz yadımdan çıxır müəllimə. Rəqəm əzbərlə də, bəs əzbərləmək lazımdır. Cəmiyyət üçün hansı idi mən? Fəal vətəndaş. Fəal vətəndaş olurdu. Fəal vətəndaş olurdu, bəli. Yaxşı. Mən bunu vətəndaşlıq yazmışam. Fəal vətəndaşdır da. Sonra kompüterdən istifadə edərək Rəqəmsaldır müəllimə, kompüterdən. Cümləni çatdırıb başqaları da içsin də. Hə, rəqəmsaldır. Yaxşı. İnformasiyanın etibarlılığını yoxlamaq. Yaxşı, bu hansı kompetensiyadır? İnformasiyanın etibarlılığını yoxlamaq. Burada riyazi savadlılıq. Riyazi savad yox. Söz demişəm. Deyirəm ki, sabahlarım nə olacaq? Güclü bir leysan olacaq. Külək əsəcək. Fırtına olacaq. Belə deyək. Sən də mənə inanıb, gedib bunun statusunda paylaşırsan. Səndə hansı kompetensiya yoxdur? Hə, məndə bir ara bir mesaj yayılmışdı. Deyirdilər ki, bir neçə ay əvvəl bu rəqəmdən, bu nömrədən gələn mesajları açmayın, şəxsi məlumatlarınız oğurlanacaq. Hamı da nə edirdi? Götürürdü, statusuna paylaşırdı. Heç kim mənbəyi araşdırmırdı gedib. İnsanlarda nə yox idi? Elmi mühəndislik. Heç bir şey yaratmır. Elmlə bağlı deyil, adi bir sözdür. Araşdırma edəcək. Olur rəqəmsal. Əgər yaxşı de görüm, imtahana getmisən, MİQ imtahanına getmisən. İmtahanda sualda bir səhvlik var. Gəlib kitaba baxırsan ki, hə, həqiqətən də sual səhv imiş. Bəs onda hansı kompetensiya var səndə? Burada elmi kompetensiyalar. Bəli, o zaman burada bəli riyazi elm olur. Kitabdan. Bəli, kitabdandırsa olur riyazi elm. Aydınlaşdırıram. Amma mənim dediyim sözdürsə, məlumatı araşdırırsansa olur rəqəmsal. Rəqəmsal olur. Sonra Nərmin, gəl. Nərmin, de görün mənə. De görün mənə. Dedik ki, müxtəlif mənbələrdən məlumat əldə etmək hansı kompetensiyaya aiddir? Nərmin, buradasan? Baxım Nərminə bir dənə. Nərmin buradaydı, çıxıb indi. Yaxşı. Sevinç, danışdın sən? Hə, Sevinç, de görün mənə. De görün mənə. Nə dedim bayaqlarım? Hə, müxtəlif mənbələrdən məlumat əldə etmək hansı kompetensiyaya aiddir? Səsin zəif gəlir, Sevinç. Kompetensiyalardan. Kompetensiya. Savadlılıq. Niyə ki, müxtəlif mənbələrdən məlumat əldə edir. Məlumat əldə etmək mənbələrdən.
Məsələn, gedir telefonu açır, kompüteri açır, mənbələrə baxır, məlumat əldə edir. Hansı olur kompetensiyalarda? Rəqəmsal olmur. Okey. Bu rəqəmsal olur, bəli. Daha sonra yaxşı, de görün mənə. Deyirəm ki, dənizdə çirkliyin səviyyəsi artıb. Bunun da səbəbi insanların ora zibil atmasıdır. Düşünmə formalarımızdan hansı idi bu? Düşünmə formalarımızdan. Verbal düşünmə. Niyə ki, səbəb nəticə hansı idi? Səbəb nəticə. Sistemli. Sistemli düşünmədir. Sistemlidir. Desəydim ki, bu çirklənmənin qarşısını almaq üçün qaydalar güclənərsə, bu çirklənmənin qarşısı alınır. Analitik düşünmə olurdu, bəli. Sənə məsələnin həlli üçün 5 dənə düstur vermişəm. Deyirəm, bu düsturlardan ən rahatını, ən səmərəsini seç, məsələni həll et. Hansı düşünmə forması idi o ən rahatı seçənlər, ən yaxşını seçənlər? Asanı seçənlər də, yəni ki, konvergentlər. Konvergentlər idi, bəli. Konvergentlər idi. Deyirəm ki, bu illərin texnologiya müəllimlərinin sertifikasiya imtahanı var. Real müəllimə də texnologiya müəlliməsidir. O da sertifikasiyada iştirak edəcək. Düşünmə formalarımızdan hansıdır bu? İnduktiv. İnduktiv, bəli, düşünməyə aiddir. İnduktiv düşünməyə aiddir. Yaxşı. Aiddir. De görün mənə. Deyirəm ki, sənə sözlər vermişəm. Deyirəm, bu sözləri isimə, sifətə aid olanları qruplaşdır. Müəyyən et ki, bu isimə aiddir, bu sifətə aiddir. İdrak olaraq nə olacaq burada? İdrak olaraq. İdrak olaraq. Dəyərləndirmək. Niyə dəyərləndirmək yox? Dəyərləndirirəm mən onu. Onu isimə aid olan sözü, isim mövzusunu başa düşməsən, onu uyğunlaşdıra bilərsən, isimə aid olduğunu bilə bilərsən. Anlamaq. Anlamaq olur da, bəli. Bayaqlarımda qeyd etdim axı. Mövzunu başa düşməsən, sən məsələn indi gəlib test işləyəcəksiniz. Sizə bir situasiya verəcək testdə, elə deyilmi? Sonra da altdan yazacaq ki, hansı idrak mərhələsinə aiddir? Anlamaq, tətbiq, təhlil. Əgər siz mövzumuzu, idrak taksonomiyasını başa düşməsəniz, testi həll edə biləcəksiniz? Xeyr, edə bilməyəcəksiniz, elə deyilmi? Bəli, isim mövzusunu anlamalısınız ki, isimə aid olan sözləri seçə biləsiniz. Sifət mövzusunu başa düşməlisiniz ki, sifət mövzusunu seçə biləsiniz. Yəni, müəllim sinifdə isimə aid olan sözlərin hamısını deyir, xeyr, demir. Məsələn, 30 dənə söz deyilsin, 50 dənə söz deyilsin. Axı, söz çoxdur, hamısını demir də. Şagird özü mövzunu başa düşməlidir ki, isimə aid olanları da seçə bilsin. Aydındır? Şagird oxuduğunu başa düşmür. Şagirddə hansı təfəkkür yoxdur? Məntiqi təfəkkür yoxdur, bəli. Deyirəm, nəyə görə Azərbaycanda qəhvə yetişmir? Fikrini əsaslandır nümunələrlə. İdrak olaraq nədir? Fikrini nümunələrlə əsaslandır. Necə? Xatırlamaq. Xatırlamaq niyə olur ki? Gedib araşdıracaqsan, axtaracaqsan ki... Səsləri bağlayaq, müəllimlər. Səsləri bağlayaq, açmayın səsləri, zəhmət olmasa. Fikrini gedib araşdırırsan, neynirsən? Faktə əsasən deyəcəksən də. Faktə əsasən öz fikrini deyənlər kimlər idi? Faktə əsasən deyirsən ki, Azərbaycanın iqlim şəraiti buna uyğun deyil yetişməsinə. Olur təhlil mərhələsi. Təhlil mərhələsi olur. Düstur vermişəm. Deyirəm, bu düsturdan istifadə edərək məsələni həll et. İdrak olaraq nə oldu? İdrak olaraq. Anlamaqdır, bəli. İdrak olaraq anlamaqdır. Yaxşı. Murad direktorun yanına gedir. Direktordan icazə almaq istəyir. Direktor da deyir ki, get ərizəni yaz gətir, icazə verim. Murad da gedir, ərizəsini yazır. Bu hansı mərhələdir?
Tətbiq. Tətbiq olur, bəli, tətbiq mərhələsi olur. Yaxşı, ərizə nümunəsini direktor verir. Deyir, bu ərizə nümunəsinə bax, ərizə yaz. O zaman hansı mərhələ olur? Təhlil. Niyə ki? Ərizəni müəllim verir, direktor verir. Dedim axı, müəllimin ipucu verməyi, düstur verməyi, nə isə bir nümunə təqdim etməsi nə idi? Hansı mərhələ idi? Anlamaq mərhələsidir, bəli. Anlamaq mərhələsinə aiddir. Yaxşı. Deyirəm ki, bu şəkillərdən istifadə edərək video hazırla. Sən şəkillərdən istifadə edərək video hazırlayırsan, misal üçün. Bu hansı mərhələ olur? Tətbiq. Tətbiqdə şəkillərdən istifadə edərək video hazırlayırsan. Bəli, tətbiq mərhələsidir. Yaxşı. Sənə deyirəm ki, dolmanı necə bişiririk? Sən də mənə dolmanın bişirilməsinin qaydasını deyirsən, içərisinə gedən ərzaqları deyirsən. Bu idrak olaraq hansı mərhələ olur burada? Hansı olur? Bəli, xatırlama, yada salmaqdır. Xatırlayıb deyirsən. Yaxşı, sənə deyirəm ki, mənə ən çox sevdiyim yemək dolmadır, mənə dolma bişir. Sən də gedirsən, ən qəşəng ərzaqları alırsan, onları qarışdırırsan, dolma bişirirsən. Burada hansı mərhələ olar? İşin icrası varsa. İşin icrası varsa hansı mərhələ olar? Tətbiq etmək. Tətbiq etməkdir. Heç bir şey yaratmayıb, axı yaratmaq olsun. Tətbiq etməkdir, bəli. İşi icra edirsən, tətbiq edirsən. Deyirəm ki, maşını işə necə salırıq? Maşını işə necə salırıq? İdrak olaraq nə olur? Xatırlama. Xatırlamaq olur. Yaxşı. Bəs maşını işə salmağı göstərsən mənə, onda nə olar? Tətbiq etmək. Tətbiq etmək olar, bəli. İcra edirsənsə, göstərirsənsə, tətbiq etmək mərhələsi olar. Yaxşı. Deyirəm ki, deməli, 2 dənə gedirsən ki, sinifdə şagird bir-biri ilə dalaşırlar. Məsələn, Əli ilə Hüseyn bir-biri ilə dalaşır. Sən də, məsələn, onlardan biri də sənin yaxın qohumundur. Yaxın qohumun olmasına baxmayaraq, gedib sinifdəki şagirdlərdən soruşursan ki, bəs niyə oldu, problem kimdə idi, səbəb nədir? Yəni, bunları mübahisə etməsinin, dalaşmasının, hətta kameraya da gedib baxırsan ki, yəni görün burada günah kimdədir, yəni niyə dalaşıblar bunlar, səbəb nədir? Səndə hansı təfəkkür var? Tənqidi, bəli, təfəkkür var. Yaxşı. Şeir söyləyirəm, Azərbaycan şeirini söyləyirəm. Yarıda saxlayıram, deyirəm ki, ardını sən gətir. Hansı təfəkkürə əsaslanır? Ardını. Necə? Məntiqi. Məntiqi, bəli, təfəkkürə əsaslanırdı. Sən mövzunu oxuyarkən səsli şəkildə oxumasan, başa düşə bilmirsən. Səndə hansı düşünmə forması var? Verbal, qeyri-verbal, analoji, sistemli. Sual necə idi? Sən mövzunu səsli şəkildə oxumasan, öyrənə bilmirsən. Səndə hansı düşünmə forması var? Verbal. Verbaldır, bəli, verbaldır. Daha sonra. Yaxşı. Bəs deyirəm ki, Azərbaycan şeirini kim yazıb? Bilik olaraq hansı biliyə əsaslanır bu? Azərbaycan şeirini kim yazıb? Prosedural. Prosedural niyə olur ki? Adın deyəcəksən şeiri yazanın. Siz bunu yazıb Səməd Vurğun. Faktoloji bilik. Faktoloji bilikdir, bəli. Spesifikdir yoxsa terminoloji? Spesifik. Spesifik bilikdir, bəli. Yaxşı. Deyirəm ki, məsələn, sənə deyirəm ki, mənə bu məsələnin həll etmək üçün düsturu söylə. Necə həll edə bilərəm? Düsturu söyləyəcəksən. Bəs bu bilik olaraq nə olacaq? Faktoloji də, terminoloji. Niyə faktoloji olur ki? Sən mənə düsturu söyləyirsən. Prosedural bilik. Prosedural bilikdir, bəli. Söyləyirsənsə prosedural bilikdir. Bəs idrak olaraq nə olar? İdrak olaraq anlamaq.
Anlamaq niyə olur ki? Deyirəm ki, bu məsələni Bəli. necə həll edə bilərəm? Tətbiq. Tətbiq niyə olur ki? Yadına salıb düstur deyəcəksən mənə. Yadına salmaq nə idi? Xatırlayırsan da? Xatırlayıb deyəcəksən. Xatırlama mərhələsidir. Xatırlayıb deyəcəksən. Daha sonra problemi sadə yolla həll edənlər kimlər oldu? Məntiqi təfəkkürdür. Deyirəm ki, onlayn dərs yaxşıdır, yoxsa əyani, idrak olaraq? Oxşarlıqdır, anlamaq. Oxşarlıq niyə olur ki? Deyirəm onlayn dərs yaxşıdır, yoxsa əyani, nə deyəcəksən mənə? Hansı yaxşıdır, Sevinç? Onlayn dərs yaxşı, sualıma cavab ver. Onlayn dərs yaxşıdır, yoxsa əyani? Əyani. Niyə onlayn dərsdə deyirsən indi? Onlayn dərsdəyim, amma əyani daha yaxşıdır məndə. Onlayn yaxşıdır, onlayn. Yaxşı. İndi mən də deyirəm ki, onlayn yaxşıdır. Cavab şəxsə görə dəyişdi. Dəyərləndirmək. Dəyərləndirməkdir, bəli, dəyərləndirmək olur. Cavab şəxsə görə dəyişirsə dəyərləndirməkdir. Sənə bir kitab vermişəm. Sən də onu oxumusan, mənə qaytarırsan. Mənə qaytaranda deyirəm ki, Sevinç kitabı oxudun. Necə idi kitab? Xoşuna gəldi? Dəyərləndirmək. Dəyərləndirmək də, bəli. Deyəcəksən xoşuma gəldi və yaxud gəlmədi. Yəni deyə bilərsən də, elə deyilmi? Bəli, olur dəyərləndirmək. Cavab şəxsə görə dəyişirsə dəyərləndirməkdir. Bəli. Yaxşı. Amma desəm ki, məsələn, Nəsbə Zeynalovanın ən yaxşı oynadığı film hansı idi? Ona uğur gətirən, daha çox baxış toplayan hansı olur? Təhlil olur da, bəli, təhlil olur, bəli. Onun oynadığı film çoxdur. Neynirsən? Birini ön plana çəkirsən. Olur təhlil mərhələsi də. Öz-özünə sual verənlər hansı təfəkkürlü insanlardır? Öz-özünə sual verənlər. Tənqidi insanlar öz-özünə sual verir ki, mən bu kitabı niyə çıxardıram, nə üçün yaradıram, kimlər alacaq, öz-özümə sual verirəm. Məntiqi. Yaradıcı insanlar, kitab çıxartmaq istəyirəm, bu kitabı çıxartmaq istəyirəm. Nə edirəm? Düşünürəm, bunu kimlər alacaq? Harda satacam bunları? Kimlər üçün faydalı olacaq? Niyə çıxarıram, niyə yaradıram mən bu kitabı? Amma tənqidi insanlar nə edirdi? Başqalarına sual verirdi. Məsələnin həlli yolunu tapmaqda, problemin həlli yolunu tapmaqda başqalarına sual verirdilər. Başqalarına sual verirdilər. Daha sonra yetəri qədər əlində dəlili sübutu olmadıqda öz mühakiməsindən əl çəkirdilər, yerə qoyurdular. Hansı təfəkkürlü insanlar? Məsələni şişirtmədən danışırdılar. Yəni əlavə sözlər özlərinə verdiyimdə nəsə artırmadan danışırdılar. İnsanlar var ya, bir söz olur, neyniyir? Biraz da artırıb, bölüb, şişirdib danışırlar. Tənqid təfəkkürlü insanlar bəli etmirlər onu. Məsələni sözü olduğu kimi deyirlər. Tənqidi təfəkkürlü insanlar. Sonra Mətanət müəllimə buradadır. Məncə o dedi qoşulmayacağım bugün. Leyla, buradasan? Bəli, müəllim. Leyla, de görün mənə. Adlarınızı qeyd edeyim. İki əsərin oxşarlığının tapılması hansı təfəkkürə əsaslanır? İki əsərin oxşarlığının... Yox, təfəkkürə deyirsiniz. Anlamaqdır. Yəni idrak olaraq anlamaq deyək. Bəs təfəkkür olaraq? Oxşar, məntiqi. Məntiqi təfəkkürdür, bəli. Həsən əsəri oxuyur və sonra fikrini faktlarla əsaslandırır. Hansı təfəkkür var? Niyə? Məntiqi. İdrak olaraq nə olar? Faktlarla əsaslandırırsa bu xatırlamaq. Xatırlamaq niyə olur ki? Fikrini faktlarla əsaslandırır. Faktlarla faktlarla əsaslandıranlar hardaydı? Onu mən sizə yazdırmışdım da bayaq. Hardaydı? Təhlildəydi də. Təhlil olur. Təhlil etmək, bəli. Təhlil olur, bəli. Səbəb-nəticə əlaqəsinin tapılması hansı təfəkkürdə idi? Səbəb-nəticə əlaqəsinin tapılması. Hansı təfəkkürdə idi? Məntiqi. Məntiqi, bəli, məntiqi idi.
Mətni oxuyuram. Yarda saxlayıram. Deyirəm ki, ardını sən gətir. Hansı təfəkkür idi? Niyə məntiqi? Məntiqi təfəkkürdə idi, bəli. Yaxşı. Bəs mətni oxuyuram, yarda saxlayıram. Deyirəm ki, sonluğunu sən yaz. Sonluğu sən yaz. Yaradıcı. Yaradıcıdır, bəli. Bəs şeir tərtib etmək, tez tərtib etmək, Tərtib etmək məntiqi. niyə məntiqi olur ki? Hamı şeir yaza bilir. Yaradıcı. Yaradıcı təfəkkürdür, bəli, yaradıcı təfəkkürdür. Yaxşı. Hesablama yerinə yetirmək, crossword həll etmək, bu hansı təfəkkürə əsaslanırdı? Məntiqi. Məntiqi idi, bəli. Sonra eşidir, görür, anlayır, hansı təfəkkürdə idi? Hansı təfəkkürlü insanlar? Məntiqi təfəkkürü. Bəli, məntiqi təfəkkürlü insanlar idi. Daha sonra deyirəm ki, bu hekayədə baş obrazların adlarını müəyyən et. İdraç olaraq. Baş obrazların adlarını müəyyən xatırlamaq. Xatırlamaqdır, bəli. Əsərin başlıca ideyasını tap. Anlamaq. Anlamaqdır, bəli. Əsərin ideyasına münasibət bildir. Münasibət bildirmək, dəyərləndirmək. Dəyərləndirmədir, bəli. Əsərdə Musa kişi oxuculara nə demək istəyir? Təhlil eləmək. Aha, əla, bəli, təhlil eləməkdir. Deyirəm ki, Azərbaycanda nə üçün müharibələr baş vermir? Bilik olaraq. Bilik olaraq demək nə üçün müharibələr baş vermir? Bilik. Nə üçün sualına cavab verən hansı idi? Konseptual. Konseptualdır. Aha, konseptualdır. Səttar Bəhlulzadə rəsmi çəkir. Bu rəsmi çəkərkən nəyi ifadə etmək istəyib bu rəsmdə? İdraç olaraq. Deməli, nəyi ifadə etmək istəyir? Dəyərləndirmək. Niyə ki? Biz dedik ki, başqasının mövqeyini, bəli, təhlildir. Başqasının mövqeyini üzə çıxarmaq nə olur? Təhlildir də. Təhlil etmək. Bəli, təhlildir. Yaxşı. Deyirəm ki, bu şəkildə, şəkil göstərirəm. Deyirəm ki, bu şəkildə hansı rənglərdən istifadə olunub? Bəs bu idraç olaraq hansı olur? Şəkilə baxırsan, rənglərin adlarını deyirsən. Yenə təhlil. Təhlil yox ki, şəkilə baxırsan, deyirsən burada qırmızı rəng var, yaşıl rəng var, sarı rəng var. Yadına salmırsan, xatırlamırsan rəngləri. Yada salmır. Aha. Deyirəm, oxuduğunuz şeiri ümumiləşdirin. İdraç olaraq. Oxuduğumuzu ümumiləşdirmək. Ümumiləşdirirsən. Necə? Təhlil, ümumiləşdirmək. Anlamaq, anlayır ki, təhlil eləyir də, şey eləyir. Anlamaqdır. Ümumiləşdirirsə anlamaqdır. Deyirəm, yazılmış fikrin məntiqli olub olmasına əsaslandır. Yəni bir fikir yazılıb və deyirəm ki, bu yazılmış fikrin məntiqli olub olmamasına əsaslandır. Bir fikir yaz. Öz sözlərindən əsaslandıracaqsan. Dəyərləndirmək. Dəyərləndirmədir, bəli, dəyərləndirmə olur. Deyirəm ki, kurikulum yığışdırılsa necə olar? Dəyərləndirmək. Dəyərləndirməkdir, bəli. Qaraca qız əsərində baş rolda kim idi? Xatırlamaq. Xatırlamaq olur, bəli. Yaxşı. Deyirəm, Qaraca qız əsərini oxu, münasibət bildir. Yenə dəyərləndirmək. Dəyərləndirmədir, bəli, dəyərləndirmə olur. Yaxşı. Şagird qrup işində iştirak etmək istəmir. Onda hansı kompetensiya yoxdur? Şəxsi sosial öyrənmək. Şəxsi sosial öyrənmək. Bir kurs açmısan və kursda öz işçilərinlə əməkdaşlıq edirsən. Səndə hansı kompetensiya var?
Sahibkarlıqdır, bəli. Söz ehtiyatları bol olurdu, fikrini şifahi yazılı şəkildə Savadlılıq. çatdırırdı, savadlılıqdır. Cədvəl, sxem, diaqram hansı kompetensiyamızda idi? Riyazi Elmi. elmi. İmtahana mühəndis. getmisən, MİQ imtahanına getmisən, imtahanda testdə bir uyğunsuzluq var, səhvlik var. Gəlib kitabı açırsan ki, həqiqətən də sual səhvdir. Səndə hansı kompetensiya var? Məndə hansı kompetensiya var? Şəxsi sosial öyrənməyi bilmək. MİQ elmidir də, elm axtarırsan. Elmi, riyazi, hə. Riyazi elmidir, bəli. Sinifə yeni bir şagird gəlib, siz də o şagirdin geyimini ələ salırsınız, lağ edirsiniz, gülürsünüz. Kompetensiya. Kompetensiya deməli mədəni məlumatlılıq. Mədəni məlumatlıqdır, bəli, mədəni məlumatlıqdır. Desəm ki, sinifə yeni bir şagird gəlib, ingilis dilində danışır, sən də ona qoşulub ingilis dilində danışırsan. O zaman Çox nə dil olar? bilmək. Çox dil bilmək kompetensiyası olardı, bəli. Daha sonra çox dil bilmək olardı. Yaxşı, deyirəm ki, havada çirkliyin səviyyəsi artıb. Havada çirkliyin səviyyəsi artıb şəhərdə. Bakı şəhərində çirkliyin səviyyəsi artıb. Bunun da səbəbi Bakıda əhalinin çox olmasıdır, insanların çoxsunun burada olmasıdır. Sonra zavodların, əsas zavodların burada yerləşməsidir. Yəni oradan çıxan tüstülərin nəticəsində neyinir? Orada çirklənmənin səviyyəsi artıb. Düşünmə formalarımızdan hansında idi? Sistemli səbəb nəticədir. Bəli. Deyirəm, indi alınmış ərazilərimiz var. Həmin bu zavodların bir çoxsu həmin ərazilərə ötürülsə, keçirilsə, nə olur? Analitik düşünmə olur. Bəli. Həmin o problemi həll yolu deyirəmsə olur, analitik olur. Seçkilərdə iştirak etmək. Fəal vətəndaş mövqeyi. Fəal vətəndaş mövqeyidir, bəli. Yaşadığınız küçənin lampalarının işıqları yanmır. Siz də bir məktub hazırlayıb göndərirsiniz. Həmin ora çəkiliş gətirirsiniz ki, bizim küçəmiz qaranlıq qalıb. İşıq sistemi həll olunsun. Yenə fəal vətəndaşdır. Bəli, çünki bunu sizdən heç kim istəmir, məcbur etmir. Özünüz könüllü olaraq edirsiniz. Daha sonra tarladan süfrəyədək prosesi hansı düşünmə forması idi? Ardıcıllıq. Təfəkkür. Deməli, tarladan süfrəyədək təfəkkür, məntiqi. Ardıcıllıq məntiqidə idi, bəli, məntiqi təfəkkürdə idi. Yaxşı, bir sualıma da cavab ver. Deyirəm ki, Leyla, hal-hazırda nə edirsən? Sən də deyirsən ki, test işləyirəm. Metakognitiv bacarıqlardan hansı idi bu? Metakognitiv bacarıqlar. Nə edirsən? Test işləyirəm. Özünü monitorinq. Özünü monitorinqdə hansı idi? Deyirsən ki, mən test işləyirəm hal-hazırda. Deməli, özünü monitorinqdə müşahidə bir də nə var idi? Müşahidədir də, özünü müşahidə edirsən hal-hazırda. Məsələn, mən nə edirəm? Danışıram hal-hazırda. Deyirəm ki, mən hal-hazırda danışıram. Özümü müşahidə edirəm də, müşahidə edirəm ki, danışıram. Müşahidədir. Və yaxud da indi bir qərara gəlirsən, hal-hazırda dərs prosesimizdə gedir, bitməyib, işimiz icra olunmayıb hələ. Sənə sual verdim, sual verdiklərimə əsasən düşünürsən ki, mənim ən çox çətinlik çəkdiyim hissə bilikdir, bilik mövzusudur. Bu hansı olur metakognitiv bacarıqlardan? Deməli, indi yenə müşahidə edirəm. Yox, agah olmaq. Agah olmaqdır. Bəli, agah olur ki, sənə mənim burada çətinliyim var. Mən də deyirəm ki, get dərsin qaydına bax, testləri daha çox işlə, səhv etdiyin testləri qrupa yönəlt. Sən də məni eşidirsən, amma etmirsən. Öz bildiyini edirsən. Rəy. Özünü monitorinq rəy. Amma etsəm uyğunlaşdırma olur. Bəli, uyğunlaşma olardı. Yaxşı. Sən özün mövzuları öyrənmən üçün bir cədvəl hazırlayırsan, plan qurursan öz öyrənmən üçün. Bu bilik olaraq nə olur? Konseptual. Niyə konseptual olur ki? Öz öyrənmə üçün bir strategiya seçirsən, cədvəl hazırlayırsan. Neydi? Strategiya, konseptual, prosedural. Niyə prosedural olur? Özüm metakognitiv. Metakognitivdir, bəli. Və dostuna deyirsən ki, rəfiqən Laliyə deyirsən ki, sən də mənim kimi cədvəl hazırla. Bütün verdiyim də o edəcəyin dərslər üçün bir saat qur, qrafik qur. Bəs o zaman bu nə olur bilik olaraq?
öz strategiyasını bölüşür. Strategiyasını bölüşür, bəli. Nə olur? Bilik olaraq. Konseptual, metakognitiv, prosedural, hansı bilik? Konseptual nə olur ki? Öz öyrənmə strategiyanı dostunla, rəfiqanla bölüşürsən, paylaşırsan. Yine metakognitiv. Metakognitivdir, bəli.